Salam, bugün sizinlə kimyanın ilk anlayışlarının birinci bölməsinin ilk 50 sualın izahına baxırıq. Başlayaq birinci sualda. Distillə ilə ayırma üsulu əsasən maddələrin hansı xassəsinin müxtəlifliyinə əsaslanır? Gəlin distilləyə aid bir nümunə göstərək. Məsələn, spirt və su qarışığı. Buna biz eyni cinsli qarışıq deyə bilərik. Çünki spirtlə su homogen qarışıqdır. Yəni, əgər biz bir qabın içərisinə spirtlə suyu götürüb töküb bunları qarışdırsaq, bu zaman biz onu homogen qarışıq şəklində görəcəyik. Yəni, tərkibində hər hansı başqa bir maddə görməyəcəyik. Ona görə bu olacaq eyni cinsli qarışıq. Bəs bunlar bir-birindən necə ayrılır? Distillə prosesindən ayrılır. Çünki spirt 78 dərəcədə qaynayır, bildiyimiz kimi, su isə 100 dərəcədə qaynayır. Yəni, bunların qaynama temperaturları fərqlidir. Qaynama temperaturlarının müxtəlifliyində əsaslanan prosesə biz distillə dediyimizə görə doğru variant olacaq qaynama temperaturu, yəni C variantı. Keçirəm ikinci suala. Durultma ilə ayırma üsulu əsasən maddələrin hansı xassəsinin müxtəlifliyinə əsaslanır? Buna da bir nümunə göstərə bilərik. Məsələn, yağ və su. Məsələn, biz bir qabın götürsək və bu qabın içərisinə yağla suyu töküb qarışdırsaq, bu zaman nə baş verəcək? Bir müddətdən sonra görəcəyik ki, yağın səthinə, daha doğrusu qabın səthinə yağ yığılıb, qabın içərisində isə su qalıb. Yəni, yağdan daha aşağıda isə su qalıb, yəni saf su qalacaq. Bunun səbəbi nədir? Çünki yağın sıxlığı suyun sıxlığından daha azdır. Ona görə də qabın səthinə çıxır, su isə yağdan daha aşağıda qalır. Buna biz deyirik durultma prosesi, yəni su durulur və saf olaraq aşağıda qalır, saf maddə olaraq aşağıda qalır. Deməli, doğru variant olacaq sıxlığa. Keçirəm üçüncü suala. Üçüncü sualda soruşulur ki, xromatoqrafiya ilə ayırma üsulu əsasən maddələrin hansı xassəsinin müxtəlifliyinə əsaslanır? Xromatografiyaya biz nəyə misal göstərə bilərik? Xromatoqrafiya bildiyimiz kimi adsorpsiya xassəsinə əsaslanır. Bəs adsorpsiya xassəsi nə idi? Adsorpsiya xassəsi o idi ki, məsələn, stolun üzərinə su dağılıb və biz həmin o suyu salfetlə silirik. Salfetlə sildiyimiz zaman nə baş verir? Salfet suyu canına çəkir və bu prosesin adı nə idi? Adsorpsiya idi. Adsorpsiya qabiliyyətinin müxtəlifliyinə əsaslananda olacaq xromatoqrafiya, yəni C variantı. Keçək dördüncü suala. Hansı kimyəvi işarə bəsit maddəni göstərir? Demişdik ki, bəsit maddə nə idi? Bəsit maddə o idi ki, eyni element atomlarından təşkil olunurdu maddə. Məsələn, biz H2O yazırdıqsa, bu olacaq mürəkkəb maddə. Amma məsələn, azot, hidrogen, bunlar olacaq bəsit maddə. Səbəbi, çünki suyun tərkibində həm hidrogen atomu var, həm də oksigen atomu var. Yəni, bir mürəkkəb maddənin tərkibində iki ayrı element var. Amma bəsit maddədə, məsələn, azot, sadəcə azot var, hidrogen, sadəcə azot var. Məsələn, bura 8-ci qrup elementlərini yaza bilərik. Məsələn, neon, sadəcə neon var. Yəni, əgər 2 və daha artıq element varsa, bu zaman bu mürəkkəb maddə olacaq. Əgər sadəcə eyni element atomlarından təşkil olunacaqsa, bu isə bəsit maddə alınacaq. Hansı kimyəvi işarə bəsit maddəni göstərir? Baxırıq ki, təbii ki, indi siz sual yarana bilərsiniz də ki, niyə brom, hidrogen, xlor, azot ola bilməz? Axı, bunların heç bir mürəkkəb maddə deyil. Çünki, məsələn, xlor necə yazılır? Xlor 2 şəklində yazılır. Brom necə yazılır? Brom 2 şəklində yazılır. Hidrogen H2, azot isə N2. Yəni, burada bunların indekslərində 2-lər olmalı idi. Amma 2-lər verilmədiyinə görə bu variantlar yanlışdır. Neon isə 8-ci qrup elementidir və həqiqətən də bəsit maddədir. Doğru variant olacaq Y variantı. Keçək 5-ci sualla. 5-ci sualda 4-ün eynisidir deyir. Hansı kimyəvi işarə bəsit maddəni göstərir? Yod, xlor, fluor, azot bunların hamısının indeksində 2 olmalıdır. Çünki 2 atomlu bəsit maddə əmələ gətirirlər. Amma arqon 8-ci qrup elementidir. Olacaq D variantı. Bilməyənlər üçün mən 8-ci qrup elementlərini də qeyd eləmək istəyirəm. Helium, neon, arqon, kripton, ksenon və radon. Bunlar 8-ci qrup elementlərdir. Eyni zamanda bunların adına nəcib və yaxud da təsirsiz qazlar da deyə bilərik. Bunlar da bəsit maddə əmələ gətirir. Deməli, doğru variant olacaq D variantı. Keçək 6-cı sualla. Bəsit maddələri göstərin. Bayaq dediyim kimi su mürəkkəb maddədir. Çünki tərkibində həm hidrogen, həm də oksigen elementi var. Ona görə A-nı atıram. D-də də su var. Eyni zamanda H xlor var. Yəni tərkibində həm hidrogen, həm xlor var. Mürəkkəbdir. D-ni atıram.
Y-də də H-xlor var, atıram. C-də də H-xlor var, onu da atıram. Doğru variant qalır B variantı. Bayaq da dediyim kimi, yalnız hidrogen və oksigen atomlarından ibarət olduğuna görə bu maddələr bəsit maddələrdir. Doğru variant B variantı. Keçək 7-ci suala. 7-ci sualda deyilir ki, mürəkkəb maddələri göstərin. Baxırıq ki, 2-ci və 4-cü elementlər, yəni azot və kükürt bəsit maddələrdir. Amma 1-ci, 3-cü, yəni amonyak və nitrat turşusu mürəkkəb maddələrdir. Çünki amonyakın tərkibində 1-cidən söhbət gedir. Həm azot, həm hidrogen var. Nitrat turşusunda isə həm hidrogen, həm azot, həm oksigen var. Yəni 2 və daha artıq elementdən təşkil olunduğuna görə bunlar mürəkkəb maddə sayılır. Olacaq 1-3 B variantı. Keçək 8-ci suala. Bəsit maddələri göstərin. İkinci maddə gördüyümüz kimi sudur. Həm hidrogen, həm oksigen var. Bayaq dediyimiz kimi mürəkkəb maddədir. 4-də də həm dəmir, həm kükürt var. Pirit. Adı da piritdir. Tərkibində həm dəmir, həm kükürt olduğuna görə bu da olacaq mürəkkəb maddə. Bunu da atıram. Bəsit maddələr dediyinə görə cavab olacaq 1-4. Yalnız dəmir və yalnız kükürt. Doğru variant olacaq C variantı. 9-cu sual elə burada hazır yazmışam. Nəcib qazı göstərin. 8-ci qrup elementlərindən götürürük. Neon. 10 da eyni nəcib qazı göstərin. Bu da olacaq argon, yəni Y variantı. Baxaq 11-ci suala. Hansı element 2 atomlu bəsit maddə əmələ gətirir? Buranı silək. 2 atomlu bəsit maddə əmələ gətirən element nə deməkdir? Məsələn, hər hansısa bir element X yazdım. Təbii ki, bu xlor ola bilər, yod ola bilər, azot ola bilər. Amma indeksində 2 yazılsın. Yəni 2 atomlu bəsit maddə əmələ gətirsin. Bu elementi soruşur bizdən. Baxıram ki, məsələn, A variantına baxmaq istəyirəm. Dəmir. Dəmir necə yazılır? Dəmir bilirik ki, ferium yazılır. Yəni ferium şəklində yazılır. B karbon, C silisium, D helium, Y isə azot. Azot isə N2 şəklində yazılır. Gördüyümüz kimi bunlar bir atomlu bəsit maddə əmələ gətirir. Yəni indeksində 2 yoxdur, 1 var. Təbii ki, onları da qeyd eləmirik. Amma azot isə indeksində 2 olduğuna görə 2 atomlu bəsit maddə əmələ gətirəcək. Doğru variant olacaq azot, Y variantı. Davam eləyək. Hansı element 2 atomlu bəsit maddə əmələ gətirmir? Deməli, xlora baxırıq. Xlor 2 şəklində yazılır. Azot, N2, silisium, oksigen, O2, hidrogen isə H2. Gördüyümüz kimi hamısının tərkibində, hamısının indeksində 2 var. Yəni, hamısı 2 atomlu bəsit maddə əmələ gətirir. Bir dənə silisiumdur ki, 1 atomlu bəsit maddə əmələ gətirəcək. Doğru variant olacaq C variantı. 13-cü suala keçirəm. Metal göstərin. Mən burada qeyri-metalların cədvəlini yazmaq istəyirəm. Deməli, 1-ci qrupda bizim qeyri-metalımız olacaq hidrogen. 2-ci qrupda qeyri-metal yoxdur. 3-cü qrupda bor. 4-cü qrupda karbon, silisium. 5-ci qrupda azot, fosfor, arsen. 6-cı qrupda, buraya yaza bilməyəcəm, mən aşağı düşürəm. 6-cı qrupda oksigen, kükürt, selen, tellur. 7-ci qrupda flor, xlor, brom, yod və 8-ci qrupda da bayaq 8-ci qrupu qeyd eləmişdim. Bir daha yazıram. Helium, neon, argon, kripton, ksenon, radon. Bunu istəyənlər screenshot eləyib saxlaya bilər və lazım olanda istifadə edə bilər. İndi biz bu cədvələ baxacağıq. Bu qeyri-metalların cədvəlidir. Bizə isə metalı göstərin deyir. Təbii ki, metalı göstərin deyirsə, baxırıq ki, bu cədvəldə hansı yoxdursa, onu seçirik. Baxıram ki, hidrogen 1-ci qrupda var, oksigen 6-cı qrupda var, flor 7-ci qrupda var, yod o da 7-ci qrupda var, amma ferium metaldır. Qeyri-metallar cədvəlimizdə yoxdur. Baxaq 14-cü suala. Qeyri-metalı göstərin. Baxıram ki, burada da təbii ki, qeyri-metallar cədvəlində baxıram hansı varsa onu götürürəm. Oksigen 6-cı qrupdadır, gördüyünüz kimi olacaq D variantı. Keçək 15-ci suala. Dəmirlə kükürddən ibarət qarışıqdan dəmiri necə ayırmaq olar? Bunu təsəvvürümüzlə yazacağıq. Dəmir və kükürddən ibarət qarışığı. Təsəvvür eləyin ki, dəmiri götürmüsünüz və kükürdü götürmüsünüz. Təbii ki, kükürdü bir toz olaraq təsəvvür eləyin.
Dəmiri də ki bilirik. Dəmirlə kükürdü qarışdırdığımız zaman buradan dəmiri necə ayıra bilərik? Maqnitin köməyi ilə. Çünki maqniti dəmirlə kükürdlə olan qarışığa yaxınlaşdırarıq. Bu zaman maqnit dəmirləri özünə çəkər və dəmirlə kükürdü bir-birindən ayırmış olarıq. Doğru variant olacaq D variantı. 16-da şəkərlə su qarışığından şəkəri necə ayırmaq olar? Bunu da yenə təsəvvür eləyəcəyik. Suyun tərkibinə şəkər töküb qarışdırırıq. Şəkər suyun içində nə olur? Həll olur və sonra onu buxarlandırırıq. Şəkərli su qarışığını buxarlandırırıq və su buxarlanır. Şəkər isə qalır. Bunu şəkərlə suyu əslində daha çox kristallaşdırma ilə ayırırlar. Çünki şəkər istidən qorxan maddə olduğuna görə, yəni bir müddət keçdikdən sonra şəkər əriyir. Ona görə də kristallaşdırma daha uyğundur, amma təbii ki, buxarlandırma ilə də ayıra bilərik. Deməli, doğru variant olacaq B variantı. Keçək 17-ci suala. Deyir, bəsit maddələr verilmişdir. Bu maddələrin tərkibinə neçə kimyəvi element daxildir? Duda his. Duda his yadımızda qalsın ki, karbondur. Ozon bildiyimiz kimi oksigendir. Qrafit karbondur. Oksigen yenə oksigendir. Fosfor da təbii ki, fosfordur. Yəni sayırıq, karbondan 2 dənədirsə bunu bir element kimi sayırıq. Çünki bu maddələrin tərkibinə neçə kimyəvi element daxildir? Bir dənə fosfor, oksigen və karbon. Bir daha deyirəm, bunları təkrar saymırıq. Yəni bir element kimi sayırıq. Karbon, oksigen, fosfor 3 element oldu. Doğru variant olacaq Y variantı. Keçək 18-ci suala. Xörək duzu və çay qumu qarışığını bir-birindən necə ayırmaq olar? Təsəvvür eləyək ki, əlimizdə duz və qum qarışığı var. Bunu bir-birindən necə ayırarıq? Birinci su ilə qarışdırarıq. Su ilə qarışdırdığımız zaman nə baş verəcək? Duz suya qarışacaq və suyun içində həll olacaq. Qum isə təbii ki, həll olmayacaq. Sonra bunu süzərik. Süzdüyümüz zaman nə baş verəcək? Qum yəni nəyin üzərində sürürsə, məsələn, süzmə kağızında süzürüksə, süzmə kağızının üzərində qalacaq. Duzlu su isə təbii ki, süzüləcək. Sonra isə buxarlandırdığımız zaman su buxarlanacaq, duz isə qalacaq. Deməli, doğru variant olacaq C variantı. Bu şəkildə ayıra bilərik. Davam edək. 4 valentli elementin oksidinin molyar kütləsinin oksigenin molyar kütləsinə olan nisbəti 2-yə bərabərdir. Bu elementin nisbi atom kütləsini müəyyən edin. Bir dənə 4 atomlu, daha doğrusu 4 valentli bir element yazıram. Məsələn, X elementi. Və bunun oksidi deyir. Oksigen bilirik ki, 2 valentlidir. Ona görə üstünə 2 yazıram. Bizə də şərtdə verilib ki, burada 4 valentlidir. Deməli, bu da 4 valentlidir. Bildiyimiz kimi bunlar islah gedir və bura 2 düşür. Yəni, bura 2, bura 4 düşür. Onlar da gedəndə bura 2 qalır oksigen indeksində. Deyir ki, 4 valentli elementin oksidinin, bu oksididir. Və bir dənə də oksigen yazacağım mən aşağıda. Deyir, 4 valentli elementin oksidinin molyar kütləsini, bu molyar kütləsini necə taparıq? X üstə gələk. Oksigen, burada görürük ki, 16 verib. İndeksinə vururam 2. Yəni, bunun molyar kütləsi olacaq X üstə gələk 32. Bu olacaq oksidin kütləsi. Oksidin molyar kütləsi. Deyir ki, həmin bu oksidin molyar kütləsinin oksigenin molyar kütləsinə olan nisbəti, indi isə oksigenin molyar kütləsini tapıram. 16-dır, indeksinə vuracam 2, olacaq bu da 32. Yəni, oksidin molyar kütləsinin oksigenin molyar kütləsinə nisbəti 2-dir. Bölüb 2-yə bərabər edirəm. Sonra isə bu tənliyi həll eləsəm, x plus 32 64-ə bərabər olacaq. X-i də buradan 32 tapıram. Bu x bərabər 32 nə oldu? Həmin bu 4 valentli elementin molyar kütləsi oldu. Mən də deyir, bu elementin nisbi atom kütləsini müəyyən edin. Doğru variant olacaq 32 D variantı. Keçək 20-ci sualla. Eyni cinsli qarışıq göstərin. Eyni cinsli qarışıq nəyə deyilirdi? Eyni cinsli qarışıq o idi ki, yəni belə loru dildə desək, 2 maddəni bir-birinə qarışdırırıq və sonra həmin maddəyə baxdığımız zaman tərkibində fərqli şeylər görünür. Məsələn, biz suyun tərkibinə yağ töksək, su ilə yağı qarışdırsaq, bir müddətdən sonra, yəni baxdığımız zaman yağla su fərqli maddələrdir. Yəni suyun tərkibində yağları görə bilirik. Amma duzla suyu qatdığımız zaman, baxdığımız zaman biz orada duzu görə bilmirik. Çünki həll olunur suyun tərkibində və duz görünmür. Eyni cinsli qarışıq dediyimiz zaman benzinlə su təbii ki, müxtəlif cinslidir. Benzin dediyimiz zaman neft ağlınıza gəlsin, o dəqiqə neft düşünün. Dəmirlə qum, təbii ki, bu da müxtəlif cinslidir. Baxdığımız zaman həm dəmiri, həm qumu görə bilirik. Qumla xörək duzu, bu da eyni zamanda həm duz, həm qumu görə bilirik. Kükürdlə su, bu da eyni.
Amma D variantına fikir verin. Xörək duzu və su. Suyun içinə duzu tökürük, qarışdırırıq və bu zaman duz suyun tərkibində görünmür. Saf su şəklində görünür. Deməli bu eyni cinsli qarışıqdır. Digər adı da olacaq homogen qarışıq. Keçək 21-ci suala. Eyni cinsli qarışığı göstərin. Bu da eyni. Kükürt tozunun qumla qarışığı olacaq müxtəlif cinsli. Qumun gillə qarışığı müxtəlif cinslidir. Dəmir tozunun kükürt tozu ilə qarışığı, bu da müxtəlif cinslidir. Dəmir tozunun su ilə qarışığı müxtəlif cinslidir. Y isə etil spirtinin su ilə qarışığı. Spirti təsəvvür edin ki, suyun üzərinə tökürük. Təbii ki, eyni cinsli qarışıq olacaq. Doğru variant olacaq Y variantı. Baxırıq 22-ci suala. 22-ci sual deyir ki, 2 valentli metalın, bu da bayaqki suala çox bənzəyir. 2 valentli metalın, bundan əvvəl yazmışdıq bu sualda. 2 valentli metalın sulfat duzu. Məsələn, 2 valentli bir metal yazıram və sulfat duzu. Sulfat duzu bilirik ki, sulfat turşusu bilirik ki, H2SO4-dür. Amma sulfat duzu dediyimiz zaman bura bir metal gəlir və bu SO4 olur. SO4 olduğu zaman da təbii ki, H2SO4 2 hidrogen itirdiyinə görə 2 valentli olur. Bizə də metalın valentliyini özü şərtdə verir ki, 2 valentlidir. Deməli, bunlar ikisi də islah gedir və indeksinə heç nə düşmür, XSO4 olaraq qalır. Deyir, bu sulfat duzunun molyar kütləsi həmin metalın molyar kütləsindən 2,5 dəfə çoxdursa. Yenə də bir dəfə bunun duzunu yazıram, bir dəfə də sadəcə metalın özünü yazıram. Birinci gəlin duzun molyar kütləsini tapaq. Bizə şərtdə gördüyünüz kimi burada sulfat turşusunun MR-in verib 98. Hidrogen də bilirik ki 1 qramdır. 1-i 2-yə vursaq indeksin olacaq 2 və 98-dən 2 çıxsam olacaq 96. 96 nəyin kütləsidir? SO4-ün kütləsidir. Amma bizim duzumuz sadəcə SO4-dən ibarət deyil. Eyni zamanda burada nəyimiz də var? X-imiz də var. Deməli, X üstə gələk 96 olacaq bizim duzumuzun kütləsi. Eyni zamanda bizdə şərtdə deyilir ki, həmin bu duzun molyar kütləsini həmin metalın molyar kütləsinə 2,5 dəfə çoxdur. Deməli, həmin duzun molyar kütləsi də olacaq X. Bərabər eləyirik bunu 2,5-ə. Bunu hesablayırıq. 1,5x bərabər olur 96-ya. Bu da eləyəcək bizdə 64. Deməli, biz 64 nəyin MR-ni tapdıq? Biz metalın nisbi atom kütləsini tapdıq. Bizdən də elə şərtdə onu soruşur. Doğru variant olacaq Y variantı. Keçək 23-cü suala. 23-cü sualda 22-ci sualla eynidir. Daha doğrusu oxşardır. 2 valentli metal deyir. Yenə bir 2 valentli metal yazıram. 2 valent dediyinə görə üzərində qeyd eləyirəm valentliyin. Bromid duzu. Ümumiyyətlə, brom turşusu nə idi? Məsələn, bromid turşusu H-brom. H-brom, brom şəklinə düşməsi üçün özündən bir hidrogen qoparmalıdır. Deməli, brom özü də 1 valentli olacaq. Yəni, bura 1 düşəcək. Təbii ki, çarpaz indekslər gəlir və daha doğrusu valentlər indekslərlə düşür. 1 X-in indeksinə düşəcək, 2 isə bromin indeksinə düşəcək, olacaq X brom 2. Deməli, bizim duzumuz oldu X brom 2. Deyir, bu bromid duzunun nisbi molekul kütləsi həmin metalın nisbi atom kütləsindən 5 dəfə çoxdursa, yəni X üstə gəl, artıq bilməliyik, bunu bayaq işlədik. Bromun burada ayırını bizə 80 verib. Amma indeksində 2 var, mütləq 2-yə vururuq. X plus 160 oldu bizim duzumuzun kütləsi. Bölürəm bunu X-in nisbi atom kütləsinə, bölürəm bunu X-a və bu da bərabər edirəm. Şərtdə verib ki, bizdən 5 dəfə çoxdursa, bərabər edirəm 5-ə. X üstə gələk 160 bərabər olur 5X-a. 4X bərabər olur 160-a. X-i də buradan 40 tapıram. Bizdən də elə metal nisbi atom kütləsini soruşur. Doğru cavab olacaq 40, yəni A variantı. Keçirəm 24-cü suala. Hansı sırada bir atomlu bəsit maddələr əmələ gətirən elementlər göstərilmişdir? Bayaqçı sözümü təkrar edirəm. Əgər indeksində 2 yazılırdısa, 2 atomlu bəsit maddə əmələ gətirirdi. Amma heç nə yox idisə, təbii ki, bir atomlu bəsit maddələr əmələ gətirirdi. Başlayıram. Doğru cavab A variantıdır. Ona görə B-dən başlamaq istəyirəm. Oksigen necə yazılırdı? O2. Yəni indeksində 2 var idi. Kükürdürsə, təbii ki, kükürd şəklində yazılırdı. Deməli, kükürd doğrudur, bir atomludur. Amma oksigen 2 atomlu bəsit maddə əmələ gətirir. B-ni atıram. D variantında helium 8-ci qrup elementidir, bir atomla əmələ gətirir. Amma azot N2-dir, indeksində 2 var, 2 atomla əmələ gətirir, çıxıram.
Y-də mis kuprum, bəli bu bir atomla əmələ gətirir, amma azot N2-dir, indeksində 2 var, atıram. C-də baxın oksigen hər ikisində var, həm B-də, həm C-də. O2 şəklində yazılır. Kalium doğrudur, amma oksigen O2 şəklində yazılır, 2 atomla əmələ gətirir, yanlışdır. Amma A variantına fikir versək, helium və bir də arqon. Hər ikisi bir atomlu bəsit maddələr əmələ gətirir, doğru variant olur A variantı. Keçək 25-ci suala. Hansı sırada çox atomlu bəsit maddələr əmələ gətirən elementlər göstərilmişdir? Artıq burada avtomatik olaraq siz baxın, neon, helium, arqon. Bunları atdığınız zaman doğru cavab qalır D variantı. Çünki helium, neon və arqon 8-ci qrup elementləridir və 8-ci qrupda da bütün elementlər demişdik ki, çox atomlu yox, bir atomlu bəsit maddələr əmələ gətirir. Deməli, o variantları atırıq. Doğru cavab qalır D variantı. Eyni zamanda da D variantına baxsaq, kükürt və fosfor hər ikisi çox atomlu bəsit maddələr əmələ gətirəcək. Bayaq və bir də onu soruşa bilərsiniz ki, kükürt bəs niyə burada məsələn 24-cü sualda S olaraq yazdıq. Burada isə S8 və P4 şəklində yazırıq. Çünki S8 kristallik kükürtdür, P4 isə ağ fosfordur. Bu iki kükürt və fosfor istisnadır, yadınızda qalsın bunlar. Çox atomlu bəsit maddə əmələ gətirəcək. Deməli, doğru variant olacaq D variantı. Ümumiyyətlə yadınızda qalsın, kükürt həm bir atomlu, həm də çox atomlu bəsit maddə əmələ gətirə bilir. Amma dimin testlərində siz həmişə çox atomlu bəsit maddə, yəni S8 şəklində buna rast gələcəksiniz. Ona görə eyni zamanda həm fosfor, həm kükürdə bu şəkildə rast gələcəksiniz. Yəni əgər sizdə kükürt və fosfor veribsə, ağlınıza həmin dəqiqə kristallik kükürt və bir də ağ fosfor gəlsin. Davam edirik 26-cı sualla. Hansı halda bəsit maddə haqqında söhbət gedir? Gəldik çıxdıq bu suala. Sizə bir qayda deyəcəm ki, bu qaydanı əgər bilsəz, qabağınıza çıxan bütün bu haqda olan sualları həll edə biləcəksiniz. Ümumiyyətlə bu suallardan birazdan qarşımıza çox çıxacaq. Ya bəsit maddəni soruşacaq, ya da kimyəvi elementi soruşacaq. Bəs biz hardan bilək ki, nə zaman bəsit maddədir, nə zaman kimyəvi elementdir? Bunun üçün sadəcə iki cümləni yadınızda saxlayacaqsınız. İlk öncə izah edeyim. Məsələn, hidrogen. Hidrogen suyun tərkibində, su nədir? Mürəkkəb bir maddədir və hidrogen suyun tərkibində olacaq element. O zaman deyə bilərik ki, element, əgər bir element mürəkkəb maddənin tərkibindədirsə, məsələn, NH3-ün tərkibində ola bilər və yaxud da elə baxın, B variantına baxın, mis kuporosunun tərkibində. Kuprum SO4 vur 5 mol sudur da mis kuporosu. Bunun tərkibində olan mis bir mürəkkəb maddənin tərkibindədirsə, bu olacaq element. Yəni, əgər bir element mürəkkəb maddənin tərkibinə daxildirsə, bu kimyəvi element adlanacaq. Yox, əgər hansısa bir elementin fiziki xassələrindən danışılarsa və yaxud da, məsələn, oksigen havanın tərkibində deyərsə, havanın tərkibində olan bir elementdən danışarsa, bu olacaq bəsit maddə. Bir daha mən təkrar edirəm bu cümləni. Əgər bizə verilən element hər hansısa bir mürəkkəb maddənin tərkibinə daxildirsə, bu olacaq element. Yox, əgər hər hansısa bir element havanın tərkibindədirsə və yaxud da onun fiziki xassələrindən danışılarsa, bu olacaq bəsit maddə. İndi variantlara baxa-baxa da yaxşı yadınızda qalacaq. A variantı oksigen kükürt qazının tərkibində. Məsələn, kükürt qazı nə idi? Kükürt qazı SO2 idi. Oksigen kükürt qazı tərkibi. Bu nədir? Mürəkkəb maddədir və oksigen bunun tərkibi nədir? Elementdir. Bizdən isə bəsit maddə soruşur. Bunu silirəm. Bunu silək. Mis kuporosunun tərkibində bayaq yazdım. Bir daha yazaq. Kuprum SO4 vur 5 mol su. Kuprum, yəni mis kuporosunun tərkibində. Mis kuporosu nədir? Mürəkkəb maddə. Deməli olacaq element. Bunu da atıram. C-ni saxlayıram. D-də azot nitrat turşusunun tərkibində. Nitrat turşusu HNO3-dür, mürəkkəb maddədir və azot bunun tərkibində bir elementdir. D-ni də atıram. Civə oksidin tərkibində. Civə oksid və burada civə nədir? Bu bir mürəkkəb maddədir. Civə isə bunun tərkibində bir elementdir. Bunu da atıram. Baxıram C variantına. Azot havanın tərkibində. Bayaq cümləmi xatırlayırsınızsa, dedim ki, ya fiziki xassələrindən danışılmalıdır, ya da havanın tərkibində olan hər hansısa bir elementdən danışılırsa, bu bəsit maddədir. Deməli, doğru variant olacaq C variantı. O cümlə çox vacibdir. Yadda saxlamağınızı məsləhət görürəm. Keçək 27-ci suala. Hansı halda hidrogen bəsit maddə kimi deyil, kimyəvi element kimi göstərilmişdir? Baxın,
Bütün variantlarda fiziki və ya kimyəvi xassələrdən danışılır. Məsələn, ən yüngül qazdır. Fiziki xassəsidir. Oksigenlə reaksiyaya girir, kimyəvi xassəsidir. Reduksiya edicidir, kimyəvi xassədir. 2 həcm hidrogen, 1 həcm oksigen ilə guruldayıcı qaz əmələ gətirir. Bu da olacaq bunun kimyəvi xassəsi. Bir dənə B variantında suyun tərkibinə daxildir. Deməli, su nədir? Mürəkkəb maddədir. Və hidrogen bunun tərkibində dediyi ki, nədir? Elementdir. Deməli, doğru variant olacaq B variantı. Və bir də mən bayaq sizə cümlələr deyəndə səhv etmirəmsə, orada sadəcə fiziki xassələrindən danışılan dedim. Dedim ki, fiziki xassələrindən danışılanda və bir də havanın tərkibində olarsa, bu bəsit maddədir. Ora, əgər qeyd edirsinizsə, ora eyni zamanda kimyəvi xassələrindən də sözündə əlavə eləyin, onu unutdum deməyi. Fiziki və ya kimyəvi xassələrindən danışılarsa və ya havanın tərkibindədirsə, bu zaman bəsit maddə adlanacaq. Əgər element mürəkkəb maddənin tərkibindədirsə, bu zaman element adlanacaq. Bu şəkildə yaza bilərsiniz. Keçək 28-ci suala. Adi şəraitdə qaz halında 2 atomlu bəsit maddələr əmələ gətirən elementləri göstərin. Deməli, 2 atomlu deyir. Variantlara baxan kimi helium görürəm, artıq dəfələrlə yazmışıq ki, 1 atomlu bəsit maddə əmələ gətirir, çünki 8-ci qrupda yerləşir, ona görə C variantını çıxıram. D variantında karbon var, 1 atomlu bəsit maddə əmələ gətirir, çıxıram. Kükürt S8 idi, çox atomlu bəsit maddə əmələ gətirir. Yadınızda qalsın, yəni bizə şərtdə 2 atomlu bəsit maddələr soruşursa, təkcə 1 atomluları çıxmalı deyilik. Eyni zamanda çox atomlu da çıxırıq, çünki bizdən 2 atomlu soruşur. O zaman B variantında çıxıram. Qalırıq A və Y variantları arasında. A variantında flor yazılıb, flor və brom. Y variantında da azot və xlor. Bu iki variant arasında qala bilərsiniz. Amma doğru variant A deyil, Y variantındır. Səbəbi, çünki şərtdə bir şey diqqət edin ki, bizə burada qaz halında verib. Amma A variantında olan brom maye halındadır, qaz halında deyil. Y variantında həm azot, həm xlor isə qaz halındadır. Doğru variant olacaq D variantı. Keçək 29-cu suala. Artıq gördüyünüz kimi neçənci sualdır. Bizdən 1 atomlu bəsitləri soruşur. Argon və helium hər ikisi də 8-ci qrupdadır və 1 atomlu bəsit maddə əmələ gətirir. Olacaq Y variantı. Digər variantlara da baxaq. Məsələn, mis, argon. Burada argon doğrudur. Mis də bilirik ki, kuprum şəklində yazılır. Bəs niyə 1 atomlu deyil? Daha doğrusu 1 atomludur. Bəs niyə cavablarda götürmürük? Çünki cavablı şərtdə bizə qaz halında verib və mis adi şəraitdə bərk haldadır. Ona görə A-nı atıram. C variantında oksigen O2 şəklində yazılır. 2 atomlu əmələ gətirir. C-ni atıram. B-də S8 çox atomlu əmələ gətirir. Kükürt atıram. D variantında da azot 2 atomlu əmələ gətirir. Onu da atıram. Doğru variant Y variantı. Keçək 30-cu suala. Çox atomlu bəsit maddələri göstərin. Baxın, elə suala baxan kimi görürsünüz ki, A-da argon var. C-də helium. Y-də də helium var. D-də neon var. Yəni, bunlar hamısı 8-ci qrup elementləridir və 1 atomlu əmələ gətirir. Bu variantları atdığımız zaman cavab B qalır. Kükürt S8 şəklində yazılır. Fosfor isə P4 şəklində yazılır. Hər ikisi çox atomlu bəsit maddə əmələ gətirir. Doğru variant B variantı. Keçək 31-ci suala. Bayaq bu qarşılıqları izah edəndə dedik ki, yəni biz əgər 2 maddəni bir-birinə qarışdırırıqsa və ona baxdığımız zaman sadəcə bir maddə şəklində bizə görünürsə, bu dediyi eyni cinsli və ya homogen qarışıq adlanırdı. Əgər yox, məsələn, neftlə su qarışdırdığımız zaman, yağla su qarışdırdığımız zaman bunların tərkibindəki, yəni həmin o sanki suyun içində o yağları görürük. Bu isə müxtəlif cinsli qarışıq olacaq. Baxıram, şəkərlə suyu, yəni hər sabah, səhər, çayla, yəni şəkəri qarışdırırıq. Şəkər çayın içərisində həll olur, eyni zamanda suyun da tərkibində həll olacaq. Olacaq eyni cinsli, amma şərtlər müxtəlif cinsli soruşur, çıxıram. Birdə də eyni zamanda suyun içərisinə duzu əlavə edib qarışdırdığımız zaman həll olacaq. Amma kükürt toz halındadır, suda həll olmur. Eyni zamanda təbaşir, yəni məktəblərdə istifadə olunan mel, təbaşir, o da eyni zamanda suda həll olmayacaq. Doğru variant olacaq 2 və 4, yəni B variantı. 32-yə baxmaq istəyirəm. Eyni cinsli qarışıqları göstərin. Glikoza və su. Glikoza hər halda nə olduğunu bilirsiniz. Glikoza maye halındadır və su ilə eyni cinsli qarışıq əmələ gətirir. Deməli, 1 doğrudur. 2-də neftlə su. Neft bayaq dedim ki, yağ, neft bunlar hamısı müxtəlif cinslidir. Həll olmur. Müxtəlif cinslidir. 3-də isə xörək duzu su. 31-ci sualda qeyd etdim. Eyni cinslidir.
4 qumla su qum toz halındadır və suda həll olunur. Bu da müxtəlif cinsli olacaq. Doğru variant olacaq 1-3 A variantı. Keçək 33-cü suala. 33-cü sualda bizdən qarışıqları göstərin deyir. Şəkər, hava və benzin. Hava bilirik ki, qarışıqdır. Yəni bu hər dəfə bizim qarşımıza qayda kitablarında da çıxır. Havanın tərkibində müxtəlif qazlar var. Yəni hava qarışıqdır. Deməli 2 doğrudur. Benzin də eyni zamanda qarışıqdır. Benzinin tərkibində müxtəlif maddələr var. Bu da eyni zamanda qarışıqdır. Şəkər isə saf maddədir, qarışıq deyil. Bizdən qarışıqları göstərin soruşur. 2-3. Baxaq cavablara. B variantı olacaq doğru variantımız. 34 nömrəli test tapşırığına baxıram. Saf maddələri göstərin. Oksigen bildiyimiz kimi saf maddədir. O2-dir. Tərkibində ancaq oksigen var. Deməli, doğrudur. Benzin bayaq dedik ki, qarışıqdır. Eyni zamanda sirkə turşusu da yadınızda saxlayın ki, saf maddədir. Doğru variant olacaq 1-3 A variantı. 35 nömrəli suala baxaq. Bəsit maddələri göstərin. A-da baxıram ki, qum var. Qum təbii ki, bəsit maddə deyil. Qum qarışıqdır. A. A-nı atırıq. Su H2O-dur. Mürəkkəb maddədir. Çıxıram. Y-də glikoza görürəm. Bu da qarışıqdır. Çıxıram. D-də karbon qazı görürəm. Karbon qazı necə yazılır? CO2 şəklində yazılır. Tərkibində 2 element var. Bunu da çıxıram. Amma C variantında almaz karbondur. Civə tək bir elementdir. Oksigen və ozon hamısı bir elementdən ibarətdir. Yəni bəsit maddədir. Doğru variant olacaq C variantı. 36-ya baxaq. Hansı elementlər metallara aiddir? Yəni bayaq sizin də qeyri-metallar cədvəlini yazdım. Yəni həmin o cədvəldə olan metalları çıxırıq. Baxıram, 8-ci qrupda demişdik oksigen, daha doğrusu 6-cı qrupda demişdik oksigen, kükürt, selen, tellur. Deməli, burada da kükürt var. Ona görə D-ni atıram. Qeyri-metaldır kükürt. Eyni zamanda bor 3-cü qrupda qeyri-metaldır. Burada bir dənə kalium metaldır. Y-də hidrogen, oksigen, qeyri-metallar cədvəlimizdə var idi. Atıram. A variantına baxıram. Azot 5-ci qrupda qeyri-metaldır. Atıram. B-də silisium 4-cü qrupda yerləşirdi. Demişdik ki, karbon, silisium, deməli silisium da qeyri-metaldır. Bunu da atıram. Amma C variantına diqqət edin. Barium 1-ci qrup metaldır. Berelium 2-ci qrupdur. Və eyni zamanda manqan da metallara aiddir. Doğru variant olacaq C variantı. Davam eləyək 37-ci sualla. Hansı elementlər qeyri-metallara aiddir? Burada da metalları çıxacağıq. B-də natrium var, metal atıram. D-də maqnezium var. Y-də hamısı qeyri-metallardır. Baxın, 3-cü qrupda olan bor qeyri-metal, silisium 4-cü qrupun qeyri-metalı. Bu isə bromda 7-ci qrup qeyri-metalıdır. Deməli, doğru variant olacaq Y variantı. A ilə C-yə də baxaq. A-da oksigen, fosfor, amma burada kalsium var, metal. Bu da gedir. C variantında barium, silisium və kükürt. Barium da 1-ci qrup metal olduğuna görə bu variantda təbii ki, çıxırıq. Baxaq C variantına. C variantı, daha doğrusu baxaq 38-ci suala. Etil spirtinin su ilə qarışığını hansı üsulla ayırmaq olar? Bu səhv etmirəmsə 1-ci sual idi ya da 2-ci sual. O ilk başda olan suallardan biri idi. Distillə ilə ayırmaq olar. Dedik ki, etil spirti və su qarışığını ayıra bilərik. Olacaq distillə ilə C variantı qaynama temperaturunun müxtəlifliyinə əsaslanırdı. 39-cu sualda xörək duzunu su ilə qarışığını hansı üsulla ayırırlar? Buxarlandırmaqla ayırırlar. Yəni buxarlandırdığımız zaman su buxarlanır, duz isə çökür. Doğru variant olacaq A variantı. Deməli, davam edirik 40-cı sualla. Hansı ifadə bəsit maddəyə aiddir? Azot nitrat turşusunun tərkibində nitrat turşusu HNO3 şəklində yazılır və azot bunun tərkibində kimyəvi elementdir. Deməli, bəsit maddə deyil, A-nı çıxırıq. B-də mis kuporosunun tərkibində, bir daha yazaq bunu, kuprum SO4 vur 5 mol su mis kuporosudur. Mis də bunun tərkibində bir elementdir, yəni kimyəvi elementdir. Ona görə bunu da çıxırıq. Oksigen kükürt qazının tərkibində, kükürt qazı bildiyimiz kimi SO2 şəklində yazılır. Oksigen bunun da tərkibində kimyəvi elementdir, bunu da çıxırıq.
Y-yə baxıram. Kükürt sulfat turşusunun tərkibində sulfat turşusu H2SO4 şəklində yazılır və kükürt bunun tərkibində kimyəvi elementdir. Çünki mürəkkəb maddədir sulfat turşusu. Y-ni də çıxırıq. Dedik, əgər havanın tərkibindədirsə, bəsit maddədir. Onda D variantı doğrudur. Baxaq 41 nömrəli test tapşırığına. Bizdən yalnız bəsit maddələrdən ibarət sıranı göstərin deyir. Başlayaq C variantından. C variantında bizə yod, pirit və kükürt verilir. Piritin formulu baxın bu şəkildədir. Ferium eski şəklində yazılır. Qeyri-üzvdə keçəcəyik. Və bu bəsit maddə yox, mürəkkəb maddədir. Çünki tərkibində həm ferium dəmir var, həm də kükürt var. Yəni 2 element olduğuna görə bu olacaq mürəkkəb maddə və C variantını çıxıram. Y variantında potaş görürük. Eyni zamanda gips də var. Məsələn, potaşa baxsaq, potaşın formulu olacaq. Kalium 2 Kalium 2CO3 şəklində olacaq. Bu olacaq potaş. Bu da təbii ki, mürəkkəb maddədir. Çünki tərkibində həm kalium, həm karbon, həm də oksigen var. Ona görə Y variantında atırıq. B variantına baxaq. Mərmər. Mərmərin formulu. Bunu da eyni zamanda qeyri-üzvdə keçirik. Kalsium karbonat. Bu da mürəkkəbdir təbii ki, çünki tərkibində 3 fərqli element var. Ona görə mərmər cavabında çıxırıq. Qum da bildiyimiz kimi qarışıqdır. Ona görə bunu da çıxırıq. Bəsit maddə dediyinə görə doğru variant olacaq. A variantı. Ozon oksigendən ibarətdir. Qrafit karbondan, yod da təbii ki, sadəcə yoddan. 42 ilə davam edirik. Saf maddəni göstərin. Saf maddə demişdik ki, maddələr deməli 2 cür olurdu. Saf maddə olurdu və bir də qarışıqlar olurdu. Bu xassələrin sabitliyinə görə maddələr bu cür 2 hissəyə bölünürdü. Qarışıq dediyimiz zaman fiziki xassələri dəyişkən olurdu, amma saf maddə dediyimiz zaman fiziki xassələr sabit olurdu. Bu da təbii ki olacaq C variantı, ozon. Çünki polad bildiyimiz kimi qarışıqdır, dəniz suyu eyni zamanda qarışıqdır, hava qarışıqdır, müxtəlif qazlar var havada, eyni zamanda qaz da qarışıqdır. Amma ozon sadəcə oksigendən ibarətdir, oksigen atomundan ibarətdir, yəni saf maddədir. Doğru cavabımız olacaq C variantı. Baxaq 43-cü suala. Deməli, 43-cü sualda deyilir ki, hansı ifadənin mənası yoxdur? Məsələn, bizə deyilir ki, A variantında, buna necə baxırıq? Azot molekulu. Azot məsələn, N2-də düzdür, azot molekulu. B-yə baxsaq, glikoza molekulu, bunu qeyri-üzvdə keçilir. C6, H12O6 glikoza molekuludur. B variantındakı. C variantı benzol, C6H6 şəklində yazılacaq. Saxaroza C12, H22, O11 şəklində yazılacaq. Yəni, bunların hamısını gördüyünüz kimi formullar var. Yəni, hamısının müəyyən bir mənası var, molekul mənası var. Amma havanı biz heç cür yaza bilmirik. Bu cür rahat şəkildə yadda saxlaya bilərsiniz ki, yəni bizə verilən maddələri əgər bu şəkildə qeyd edə biliriksə formulların, bunların mənası var. Yox, əgər qeyd edə bilmiriksə mənası yoxdur. Məsələn, hava, yəni D variantı. Davam eləyək. Hansı ifadənin mənası var? Buranı silim. Buna da eyni şəkildə baxırıq. Məsələn, glikoza, C6H12O6. Burada deyir mənası var. Mənası var deyirsə, təbii ki, glikoz olacaq. Nefti heç cür yaza bilmərik. Havanı, kerosini, təbii qazı, bunların müəyyən bir yazılış formulu yoxdur. Amma glikozan olduğuna görə doğru cavab olacaq C variantı. Keçək 45-ci suala. 45-ci sualda deyilir ki, suda həll olan mayələri məhluldan hansı üsulla ayırmaq olar? Yəni, suda həll olan maye deyirsə, demək ki, bizə N cinsli qarışıqdan söhbət gedir. Məsələn, etil spirti, spirt plus su. Bunu necə ayıra bilərik? Distillenlə ayıra bilərik. Doğru variant D variantı. Çökdürmə təbii ki, olacaq müxtəlif cinslidir ki, nəsə çökə bilsin. Kristallaşma bilirik ki, məsələn, şəkər su bərk plus mayedir, amma bərk mayenin tərkibində həll olur. Süzmə, məsələn, qum plus su, bu müxtəlif cinslidir, yəni süzürük, qum qalır süzmə kağızının üzərində. Durultma da bayaq izah eləmişdim, yağla su sıxlıqlara görə fərqlənirdi. 46-ya baxıram, suda həll olan bərk maddənin məhluldan hansı üsulla ayrılırlar? Suda həll olan bir bərk maddə götürək, məsələn, şəkər və su. Bunu hansı üsulla ayıra bilərik? Bayaq da bu sualdan var idi, ya buxarlandırma, ya da kristallaşdırma ilə. Kristallaşdırma daha uyğundur, amma cavablarda buxarlandırma varsa da götürə bilərik.
Hansı element 8 atomlu bəsit maddə əmələ gətirir? Bayaq sizə yazdım ki, kristallik kükürt S8 şəklində yazılırdı. Bu olurdu kristallik kükürt. P4 isə ağ fosfor idi. 8 atomlu dediyinə görə doğru cavabımız olacaq kükürt. Qeyd edeyim ki, kükürdün kristallikdən başqa plastik forması da var. O isə SN şəklində yazılır. S8 isə sırf kristallik kükürdün formuludur. Hansı element 3 atomlu bəsit maddə əmələ gətirir? Bu da olacaq oksigen. Çünki bilirik ki, oksigen O3 şəklində ozon əmələ gətirirdi. Ona görə doğru cavabımız olacaq oksigen. Fosfor 4 atomlu əmələ gətirəcək. Xlor 2 atomlu, xlor 2 şəklində yazılır. Yod 2 atomlu, yod 2 şəklində yazılır. Azot da eynən 2 atomlu əmələ gətirəcək. Hansı element 4 atomlu bəsit maddə əmələ gətirir? 4 atomlu bayaq da burada yazdıq. Fosfor əmələ gətirəcək. Doğru cavab olacaq A variantı. Saf maddəni göstərin. Saf maddə təbii ki, azot olacaq. Çünki bilirik ki, dəniz suyudur, havadır, kerosindir, mineral sudur. Bunların hamısı qarışıqdır. Ona görə D isə qarışıq olmadığına görə saf maddədir. Doğru cavab D. Yəni sadəcə N2 şəklində göstəriləcək. 50 suala baxıb bitirdik. Bu günlük bu qədər. Gələn videolarda görüşmək ümidi ilə sağ olun.